Luka 13-cü fəsil. Tövbəyə çağırış. Bu vaxt orada olan bəzi adamlar İsa'ya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıları öldürüb, qanını kəsdikləri qurbanların qanına qatıb. İsa buna belə cavab verdi. Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? Xeyr, mən sizə deyirəm, tövbə eləməsəz, hamınız onlar kimi məhv olacaqsınız. Yaxud Şiloah qülləsi 18 adamın üstünü aşıb onları öldürəndə, onların Yerusəlim sakinlərinin hamısından daha çox təqsirkar olduqlarını fikirləşirsiniz? Xeyr, mən sizə deyirəm, tövbə eləməsəz, hamınız onlar kimi məhv olacaqsınız. Barsız əncir ağacı. Sonra İsa bu məsələ danışdı. Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. O, bağbana dedi. Bura bax, 3 ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs. Ne üçün bu ağac əbəs yerə torpağı tutur? Bağbansa cavabında belə dedi. Ağa, bir ildə buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır. Yox, gətirməsə, onu kəsərsən. Şənbə günü şəfa vermək olarmı? İsa bir dəfə şənbə günü sinagoglardan birində təlim öyrədirdi. Orada 18 il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. İsa bu qadını görəndə çağırıb dedi, Ey qadın, sən azarından azad oldun. İsa əllərini qadının üstünə qoyanda, o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. Amma sinagogun rəisi İsa'nın şənbə günü şəfa verdiyinə hiddətlənib cəmaata belə xitab elədi. İş görmək üçün 6 gün var. O günlər gəlin və şəfa alın. Şənbə günü yox. Rəbb isə ona belə cavab verdi. Ey iküzlülər! Sizlərdən hər biriniz şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? İbrahimin qızı olan bu qadını da 18 il ərzində şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi? İsa bunları deyəndə ona qarşı çıxanlar hamısı utandı. Cəmaatın hamısı isə onun elədiyi bütün izzətli işlərinə görə sevinirdi. Xardal toxumu və maya məsələləri. Sonra İsa dedi, Allahın padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur. İsa yenə dedi, Allahın padşahlığını nəyə bənzədim? O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb 3 kisə una qarışdırıb, bütün xəmir acıyana-dək saxlayır. Dar qapı. İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. Bir nəfər ondan soruşdu. Ya Rəbb, xilas tapanların sayı az olacaqmı? İsa onlara belə cavab verdi. Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm. Çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz. Ey ağam, bizə qapını aç. O isə cavabında sizə deyəcək. Mən sizin hardan gəldiyinizi bilmirəm. Siz o vaxt belə deyəcəksiniz. Biz sənin qarşında yeyib içmişik. Sən bizim küçələrdə öyrədirdin. O isə sizə deyəcək. Ey haqsızlıq eləyənlərin hamısı, mən sizin hardan gəldiyinizi bilmirəm, məndən uzaq olun. İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın padşahlığında süfrəyə oturacaq. Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq. Yerusəlimin aqibəti. O zaman bəzi fariseylər gəlib İsa'ya dedilər, buradan çıx get, çünki Herod səni öldürmək istəyir. İsa onlara dedi, gedin o tülküyə deyin. Budur, mən bugün və sabah cinləri qovub cəmaatı sağaldacağam və 3-cü gün işimi bitirəcəyəm. Yenə də bugün, sabah və o biri gün yoluma davam eləməliyəm. Çünki Peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz. Ey Yerusəlim, Yerusəlim!
Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq eləyən şəhər. Toyuq cücələrini qanadları altına yığan kimi, mən də dəfələrlə sənin övladlarını yığmaq istədim. Siz isə istəmədiniz. Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm. Rəbbin ismi ilə gələnə alqış olsun deyənə qədər məni bir daha görməyəcəksiniz.